Həkimə, həkim uyğun müayinəsi etdi. Dedi ki, səndə zov var, get, yəni müalicə elətdir. Amma mən yenə getmədim cərrahiyə və yaxud digər müalicə üsullarına. Qurbağa müalicəsini seçdim. Belə insanlarımız çoxdur. Mənim öz səhifəmdə də o haqda məlumat vermişəm. Bizim bir xəstə var, indi çəkmək də istəmirəm adını. Yəni bəlkə də bizi indi dinləyir, qulaq asır və yaxud izləyir. Bu xəstə valideyni mənə dedi ki, mən doktor bu xəstəyə 20 dənə qurbağa bağlatmışam. Yəni 20 qurbağandan bu kurs müalicə. Xəstə bizə müraciət edəndə boynun ölçüsü o qədər geniş idi ki, xəstə boğulurdu o formada. Mən bunu təzyiq əməliyyata götürdüm və əməliyyatın müddəti hardasa 2 saat yarım çəkdi. O boyda bir, yəni həcmdə olan bir qalxanvari vəzi çox çətinlikdən çıxartdıq və xəstə əməliyyatdan sonra da yəni özünü çox rahat hiss elədi və çıxdı getdi. Yəni öz məmləkətinə. Və burada nə qatlanması yardım? Yəni belə xəstələr bizə çox müraciət edib. Yəni mənim hardasa bəlkə də bir 10 xəstəm var ki, hansı ki, sırf öncə qurbağa müalicəsi alıb, sonra gəlib ki, doktor, bu müalicələr mənə effekt vermədi və yaxud yenidən mənə narahatçılıqlar keçdi. Hələ bir xəstəm var idi, bəlkə də o da bizi indi izləyir hal-hazırda. O xəstə mənə səhər zəng elərlər ki, xəstənin vəziyyəti pisləşib. Zəngdə dedim, nəyə pisləşdi, qalxanvari vəziyyətdən? Yox, bu qurbağa bağlayıb, qurbağadan sonra temperaturu artıb, yəni xəstə özünü boğulur, təcili əməliyyat etmək lazımdır. Yəni xəstəni müayinə etdim, dəqiqləşdirdim, gördüm ki, artıq abses əmələ gəlib. Yəni qalxanvari vəzin absesi nadir rast gələn bir patologiyalardan biridir və bunun abses olmuşdu. Yəni bəli, orada təcili əməliyyat göstərişidir. Çünki nəfəs borusunun ön səthində yerləşdiyi üçün xəstə boğulurdu. Təcili əməliyyata götürdüm. Yəni belə xəstə qruplarımız bəli bizdə çoxdur, amma təəssüf ki, insanlara bu haqqda nə qədər verilişlərdə də eyni zamanda yəni ictimaiyyətdə də məlumat verilir ki, yəni belə bir şeylərdən uzaq olmaq lazımdır. Bəli, əgər qurbağa o zəhər qurbağaya keçsəydi, həkimə zəng edərdilər ki, qurbağanın vəziyyəti pisləşib. Hələ ki, yığırlar ki, xəstənin vəziyyəti pisləşib. Mənə qurbağa müalicə etmir burada. Yazıq qurbağa. Bir dəfə də belə bir hadisə rast gəlmişdi, yəni bir xəstəylə. Xəstə müalicə yazmışdım, yəni xəstəyə. Xəstə dedi ki, doktor, mən yazandan sonra, dedim ki, 3 aydan sonra təkrar müayinə gəlim, baxım ultrasəs müayinəsində ki, görüm düyünün həcmində heç olmasa bir şişirmə varsa, o zaman əməliyyatı ertəliyə. Yaxşı. 3 aydan sonra xəstə gəldi, dedi ki,